אנחנו פועלים עכשיו Biz indi yalnız ballistik raketləri və qalan nüvə proqramlarını məhv etməklə məşğul olmuruq. Həm də bu proqramların istehsalına imkan verən sənaye sahələrini məhv edirik. Və artıq 20 gündən sonra sizə bunu deyə bilərəm. İranın bugün uranı zənginləşdirmək qabiliyyəti yoxdur və ballistik raketlər istehsal etmək qabiliyyəti də yoxdur. Biz bu imkanları ortadan qaldırmağa davam edirik. Biz onları tamamilə əzib toz halına salacağıq. ABŞ-İsrail-İran müharibəsinin 20-ci günü İsrail Baş Nazirinin belə açıqlaması bəzi ekspertlərə görə savaşın ilkin hədəflərinə çatıldığının siqnalı kimi qəbul edilə bilər. İsrail Baş Naziri İranda rejim dəyişikliyinə də toxunub. O əlavə edib ki, İrana quru müdaxiləsi olmadan rejim devrilə bilməz. Belə olan halda növbəti hədəf rejim dəyişikliyidir. Bəs bunun üçün İranda nə zaman quru əməliyyatları başlaya bilər? Yaxınlarda quru əməliyyatı olmasa da İsraillə ABŞ bugünkü günü hədəflərinə çatdılar. Əgər İrana məxsus hərbi obyektlər ABŞ və İsrail tərəfindən məhv edilməsə, həmin bu quru qoşunlar əməliyyatı olmayacaqdır. Ümumiyyətlə İranın relyefi elədir ki, ora qurudan hücum etmək çox çətin məsələdir. Hadisələr onu göstərir ki, bu müharibə davamlı olacaqdır. Ancaq nəzərə alsaq ki, bu illərin təqribən iyun ayının 4-də ABŞ-ın 250 yubileyi ilə əlaqədar möhtəşəm bir tədbir keçiriləcəkdir və buna kimi yəqin ki, ABŞ tərəfi cənab Trampa müharibənin hər hansı bir sonluğuna nail olacaqdır. İsrail Baş Naziri Benyamin Netanyahu da yerüstü əməliyyatlarla bağlı konkret vaxt haqqında danışmayıb. Ancaq belə müharibə komponentini reallaşdırmağı da istisna etməyib. Lakin o bildirib ki, İranda rejim dəyişikliyini həyata keçirmək yalnız İran xalqından asılıdır. Qeyd edək ki, İsrail müharibənin 19-cu günündə İranın enerji infrastrukturuna ağır zərbələr endirib. Rəsmi Tehran hücumları cavabsız qoymadı. Lakin ABŞ prezidenti Trumpın tapşırığı ilə İsrail enerji obyektlərinə hücumu dayandırdı. İndi Tel-Əviv yeni planlar üzərində işləyir. İsrail Hörmüz və Bab-əl-Məndab boğazlarına alternativ olaraq neft axınını təmin etmək üçün Ərəbistan yarımadasından qərbə, İsrailə və Aralıq dənizi limanlarına qədər boru kəmərlərinin çəkilməsi ideyasını irəli sürüb. İsrail Baş Naziri bu vizyona dar boğazlardan qurtuluş və real dəyişiklik kimi baxır.